Herkese salam. Bu videomda size 3-cü sinif riyaziyyat kitabından səhifə 44'te olan tapşırıqların həllini təqdim edəcəyim. Burada deməli 3 rəqəmli ədədlərin çıxılması, onluğun ayrılması mövzudur. Araşdırma və müzakirəyə baxaq. Deməli marketdə 545 yumurta var idi. Gün ərzində 2 böyük qutu, 2 10 yerlik qab və 8 ədəd yumurta satıldı. Neçə yumurta qaldı? Neçə yumurta satıldığını əvvəl tapaq. 2 böyük qutu, yəni 200, 2 10 yerlik 20, 8 ədəd yumurta 228'i satılıb. Deməli neçə yumurta qalıb? 545'dən 228'i satılıb. 5'dən 8 çıxmaq olmur. 15'dən 8 çıxanda 7, 3 qalıb 2 çıxanda 1. Burada da 5'dən 2 çıxanda 3, 317. 317 yumurta qalıb. İndi isə baxırıq öyrənməyə. Öyrənmədə deyir 3 rəqəmli ədədlərin fərqini taparkən azalanın təhlikləri çıxılanın təhliklərindən kiçik ola bilər. Bu halda azalanın onluqlarından bir onluğu ayırıb təhlikləri əlavə etmək lazımdır. 1'ə baxaq görək 1'ə nə deyir? Bax öyrənmədə təkliyi necə çıxılıb göstərilib 1'də. Görürsünüz ki 2'dən 4 çıxmaq olmur. 4'dən 1 onluq veriblər. 2 eləyib 12, 12'dən 4 çıxıblar. Onluqların çıxılması və yüzlüklərin çıxılması sonra eyni qayda ilə davam edir. Burada var. Sonra nə yazılıb burada fikirləşdi. Ədəd oxunda 542 və 124 fərqini necə tapmaq olar? Necə təsvir etmək olar? Burada bir ədəd oxunu nümunə olsaydı, yoxdur. Onu da özümüz təsvir edək. 500, yəni yüzlüklərdən təsvir etməliyik onda. 500'dürsə əgər bura 500'dürsə 542 təqribən bura olsun 600. Bizim 542'miz təqribən burada olsun. Bundan deyir 124 çıxmağı necə təsvir etmək olar? Birinci təhlik qədər. 542 4 vahid geri geçsin. 541, 540, 539 və 538'də dayansın. 4 təhlik geri apardıq bu 124'ə görə. Deməli, buradan elə bir ki 2'dən çıxmaq olmur. 1 onluq vermişik də 538. 2 onluq da geri aparanda eləyəcək 528, 518'də dayanacaq. Geri gedəndə. 518'də dayandı mı? 518'də dayandı və 100 vahid geriyə aparsaq bunu 100 vahid eləyəcək 418. Ədəd oxunda belə təsəvvür etmək olar. İndi isə bələdçi hissəsinə baxaq. Təsvirlərdən istifadə etməklə alt-alta yazmaqla fərqi tapın. Baxın 645'dən 127 çıxmaq istəyirlər. 645 çıx 127. 5'dən 7 çıxmaq olmur. 4'ün birindən bir onluq ayırırıq. 15'dən 7 8. 4'dən 1'in vermişik qalıb 3'ü. 3'dən 2 çıxanda 1. 6'dan da 1 çıxanda 5. Burada olacaq 518 cavab. Burada 461'dən bizdən çıxmağımızı istəyir 344. İndi baxırıq. Deməli 11'dən 4 çıxanda 7 olacaq. 11'dən 4 çıxanda 7. 6'dan 1'in vermişik 5 qalıb. 5'dən 4 çıxanda 1. 4'dən də 3 çıxanda 1. 117. Burada cavab olacaq 117. İndi isə baxırıq müstəqil iş fərqi tapın. Gəlin burada hesablamalarımızı aparaq. 683'dən 218 çıxmaq istəyir. 3'dən 8 çıxmaq olmur. 8'dən 1'in verəcəyik. Olacaq 13. 13'dən 8 çıxanda 5. 7'dən 1'in 6. 6'dan 2'ni 4. 465. 11'dən 4 çıxanda 7. Burada 3. 637. Sonra 15'dən 9 çıxanda 6. 2. 326. 12'dən 5 çıxanda 7. Bura 1. Bura 317. Burada 4, 10'dan 6 çıxanda 4, 6'dan 5 çıxanda 1, 5'dən 3 çıxanda 2, 14'dən 6 çıxanda 8, 8'dən 2 çıxanda 6, bu da 368. Burada eləyəcək 800, yox 909,
Burada 2, deməli bir vahid 5-dən vermişik. 4-dən 2 çıxanda 2, 822. 14-dən 6 çıxanda 8, birin verilmişik 3 olub, 3-dən 3 0, 8-dən 2 çıxanda 6. 16-dan 8, burada 3 qalır, 738. 15-dən 7 çıxanda 8, deməli 5-dən 4 çıxanda 1, 7-dən 3 çıxanda 4. 7, 9-da 8 qalıb, 8-dən 5 çıxanda 3, 537. 5, burada 3'ten 3 0, 605. 7, 1'den 1 0, 507. Davam edirik. 2-də alt-alta yazmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin. Alt-alta yazmaqla fərqi tapın. Bunu ədəd oxunda təsvir etmək olar. Deməli 450 ədəd oxunda 25 vahid geri gedəcək. Olacaq 425. Eləmi? Çıxanda da 450-dən 400-dən 25 çıxanda 425. Bu belə. İndi isə təsvir et. Bir neçəsini deyib, hamısını deməyib. 825 ədəd oxunda 825-dirsə 7 vahid geriyə aparacağıq. Burada yazası məsələn 818. Alt-alta çıxma şəklində yazaq. 825'dən çıxmalıyıq 7-lə. Bu bizə verəcək 8, 1, 818. 462'dən 224 çıxanda 12'dən 4, 8, burada 5 qalıb 3, 238. 583'dən çıxmalıyıq 356. 13'dən 6 çıxanda 7. Burada 7 qalır. 7'dən 5, 2, 227. 540'dan çıxmalıyıq 26. 4, 1 yadda. 3'dən 2 çıxanda 1, 514. 763'dən çıxmalıyıq 427. Bu da eləyir 6. 5'dən 2, 3, 336. 974'dən çıxmalıyıq 128. 14'dən 8 çıxanda 6. 6'dan 2 çıxanda 4. 9'dan 1 çıxanda 8. 846 olacaq. İndi isə gəlin baxaq 3'də. Boş xanalardakı rəqəmləri müəyyən edin, cavabları yoxlayın. Gəlin baxaq. 12'dən 9 çıxanda 3 qalır. Bunun bir vahid verilibsə 2 düzdür. Bəs burada nə qalıb? 7'dən 2 çıxanda 5 edir. 2'dən neçə çıxsaq? 12'dən 8 çıxsaq 4 qalar. Qalanları doğrudur. 13'dən 5 çıxanda, yəni bunun birini almışıq. 13'dən 5, 5 qalıb. 5'dən də 1 çıxanda 4 qalar. Deməli, 11'dən 5 çıxanda 6. Burada da 5'dir ki, 5'dən 2 çıxıblar 3. Burada deməli 11'dən 9 çıxanda 2 eləyir. 6'dan 1'in veriblərsə 5 qalıb. 15'dən 6 çıxanda 9 eləyir. 4'dən 1'in veriblər 3. 3'dən 1, 2. Bu da 7'dən 5 çıxsaq 2 qalar. 11'dən 7 çıxıblar. 4'dən 1'in veriblərsə 3. Burada 0'dır. 3'dən 0 çıxanda 3 eləyir. Burada isə 5'dir. İndi isə nə deyir burada? Hesablayın və ulduzun yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin. Gəlin baxaq. Deməli 782'dən 245 çıxmaq istəyiblər. 245. 12'dən 5 çıxanda 7. 7'dən 4 çıxanda 3. Burada isə 5. 537 burada alınır. Sonra 196 ilə 341'i cəmləmək istəyiblər. 7, 3, 1 yadda 537. Hər ikisi 537 olduğuna görə uşaqlar bərabər alınacaq. Bərabər. İndi baxırıq. 845'dən çıxmalıdırlar 225. Bu olacaq 620 burada. Sonra 620. Sonra 547'dən 122 çıxmalıdırlar.
5, 2, 4. 425 de buradadır. 425, 620 böyükdür. Doğrudur. Sonra 653'dən çıxmalıdır 106. 7, 4, 547. Və 650'dən, 53'dən çıxmalılar 338. Burada 5, 1, 315. 315. Bəli, 547 böyükdür 315'dən. İndi isə davam edirik. 5'də alıcının 652 manat pulu var idi. O mağazadan 332 manata toz soğan və 205 manata telefon aldı. Alıcının nə qədər pulu qaldı? Deməli 605'dən 652'dən çıxırıq 332 üstəgəl 205 bərabərdir. 332'nin üstünə 205 gələndə 7, 3, 537. 537'ni çıxmalıyıq 652'dən. 652 çıx 537. Bu da bərabərdir. 652 çıx 537. Bu da eləyir 5. 1, 115. Eləmi? 115. Sonra altda nə deyir? Ambarda 360 kilogram kartof var idi. Ambardan mağazaya hər birində 9 kilogram olan 5 kisə kartof göndərdilər. Ambarda neçə kilogram kartof qaldı? 9'u vuraq 5'ə görək hələ nə qədər aparıblar. 9 vur 5, 45'dir. Deməli 360'ın 45 kilosun mağazaya göndəriblər. Bərabərdir. 360'dan çıxmalıyıq 45'i. 0'dan 5 çıxmaq olmur. Ondan 5'in 5, 1 yadda. Yox, 1 getdi. Altdan 1 getdi. 5, 5'dən də 4, 1. 315 kilogram mağazada kartof qaldı.